Suraxanı rayon icra hakimiyyətində 2025-2026-cı illərin payız qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı müşavirə keçirilib. Müşavirədə Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev, Bakı şəhər icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdürü Anar Tağıyev, şəhər təsərrüfatı şöbəsinin müdürü Məmməd Qasımov, tikinti məsələləri şöbəsinin müdürü Rəşid Ağayev, Bakı şəhər mənzil kommunal təsərrüfatı departamentinin rəisi Rəfail Mihrəliyev, rayon icra hakimiyyətinin başçısının müavinləri və şöbə müdürləri, rayonun idarə, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər. Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək hər kəsi salamlayıb və 2025-2026-cı illərin payız-qış mövsümündə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin vəziyyəti, mövcud problemlər və təsərrüfat xidmətlərinin ayrı-ayrı idarə, müəssisələrin qarşısında duran vəzifələr haqqında məlumat verib. Adil Əliyev bildirib ki, kommunal xidmət strukturları qış aylarında yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması üçün bütün imkanlardan maksimum istifadə etməlidirlər. Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədov çıxış edərək 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıq işlərini tələb olunan səviyyədə təşkil etmək məqsədi ilə rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq təsdiq edilmiş tədbirlər planına əsasən qərargah və operativ işçi qrupunun yaradıldığını, qış texnikası və nəqliyyat vasitələrinin hazır vəziyyətə gətirildiğini, texnikalara xidmət edən işçilərə isə təlimatların verildiyini diqqətə çatdırıb. Bakı şəhər icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdürü Anar Tağıyev, şəhər təsərrüfatı şöbəsinin müdürü Məmməd Qasımov, Bakı şəhər mənzil kommunal təsərrüfatı departamentinin rəisi Rəfail Mihrəliyev çıxış edərək bildiriblər ki, qışa hazırlıqla bağlı yaradılan qərargah kommunal və təsərrüfat xidmətləri və aidiyyatı təşkilatların rəhbərləri havaların sərt keçəcəyi günlərdə üzərlərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Onlar verilən tapşırıqların icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, yarana biləcək problemlərin əlaqəli şəkildə və operativ sürətdə aradan qaldırılması üçün müvafiq tövsiyələr veriblər. Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.